Hanımlar, bu günləri mən sizlərə özüm istifadə etdiyim Express seriyasının üz maskalarıdır və həmin bu maskaları əgər siz təmiz dəriyə istifadə etdikdə dəyərləndirə bilərsiniz və mən sizə tövsiyə edirəm ki, həmin maskaları gecə vaxtlarında istifadə edin. Mütləq şəkildə üz dərisində 2 saat və 3 saat qalmalıdır ki, həmin maska üz dərinizə hopsun və bu maskanın digər xüsusiyyəti ondan ibarətdir ki, çox nəmiş olmasına baxmayaraq, baxın bu astar hissəsidir və bu astar hissəsində baxın indi hal-hazırda əlimdə də şiriklik var və üz dərinizə bunu içərisindən çıxardıb üz dərinizə istifadə etdiyiniz zaman o 2 saatdan sonra görəcəksiniz tərtəmiz o maskanın bütün maye şirəsi sizin üzünüzə hopubdur. Və sizə bir-bir bu maskalar haqqında məlumat verim. 140-19 nömrəli kodlu bu maska nəmləndirici maskadır. Kimin dəriləri qurudursa mütləq şəkildə bu maskanı dəyərləndirsin. Əgər daha çox quru dərilər bir ay ərzində 4 və 5 dəfə istifadə edə bilər. Biraz ortalama dərilər nəmləndirici istəyirsə 2 dəfə tövsiyə edərəm bir ay müddətində. Və bu maskamız 140-20 kodlu maskamız lifting effektli maskadır. Lifting nə deməkdir? Üzdə ağırlaşdırmanın götürülməsidir. Yəni əgər üz dərinizdə daha çox ağırlaşma, üz dərinizdə narahatlıq varsa bu maskadan istifadə edə bilər. Və sonuncu bizim maskamız artikel kodu 140-21'dir. Bu maskamız isə yaşlama əleyhinə hidrogel maskasıdır. Kimdə daha çox üz nahiyələrində qırışlar varsa və ya da üz nahiyələrində narahatçılıq varsa bu maskadan alıb istifadə edə bilər. Yəni həmin maskalar mən alıb istifadə etmişəm və razı qalmışam. Hətta bu maskaların satışını da daha çox edirəm və digər tərəfdən də sizlərə də əgər bu maskaları əldə etmək istəyirsinizsə, həmin reklamın üzərində telefon nömrəm var. Ona əlaqə saxlayıb endirimli şəkildə əlaqələrini dəyərləndirə bilərsiniz. Yəni mütləq şəkildə alıb istifadə edin. Bu günlərim öz gözəlliyi sizin özünüzdən asılıdır.